Az önce Biləcəriyə bir yaşlı nənə gətirdim, düşürdüm. Minəndə Hacı Şahın xutbəsinə qulaq asırdım. Yolda gördüm nənə ağlayır. Özüm pis oldum. Da xutbənin səsini aşağı elədim. Nənə dedi, dəymə, qoy oxusun. Danışsın. Sual soruşdum, nənə, niyə ağlayırsan? Nəsə bir köməyimiz dəyə bilər. Deyir, mənim bir yoldaşım var idi. 5 yıl bundan qabaq ürək tutmasından rəhmətə getdi. Üstündən bir il keçmişdə oğlum deyir, qəzaya düşdü. Deyir, getdim hacının yanına ki, dolana bilmirəm, çətindir vəziyyətim. Deyir, hacı hər ay bizə kömək eləyərdi. Ya ərzaq, ya produkt. Hər ay bir nəfərlə göndərərdi, deyir, ya özü deyir, kart atardı, pul atardı. Deyir, hacı öləndən sonra deyir, mən küçələrdə bizon kutusu yığıb satmağa başladım. Deyir, oğul, Allah deyir, belə insanları tarixdə 100 ildə bir yaradır. Dəymə, qoy oxusun. Allah Hacı Şahına rəhmət eləsin.